da razı deyiləm. Bəzi adamlar, bəzi əqidələr insanlara xoş olsun deyə dinin mühüm şeylərini danadan aparırlar. Hicab yoxdur, ehtiyac yoxdur hicaba. Belə demək ixtiyarın yoxdur. Hamının xoşuna gəlsin deyə danışarsan, bu dəfə Allahın əzabına layiq olarsan. Bu gün oruç tutmaqda çətini çəksən, eyb yoxdur. Bu gün tutma, sabah yeni tutarsan. Belə də deyə bilməz. Tutmursa, vacib eləmə, məcbur eləmə. Yəni, özü tutmursa, qoy tutmaz. Amma sən onu icazə verə bilməzsən. Sən onu icazə verə bilməzsən. İndi də mən yüngülləşdirmə işini aparıram. Tutma. Bu səhərlər namaz qılmaq çətindir, səhərlər durub qılma. Belə demə. İndi o durmayacaqsa, biz deyirik ki, o durmayacaqsa sən onu cəhənnəmlə qorxutma. İndi özü bir gün duracaq da. Qoy hələ bir eşq açsın. Tutmayıbsa ona cəhənnəmlə qorxutma. Amma da belə də yox ki, icazə verəsən. Dində eşitmisiniz də o adam nə gəldi icazə verir. Dində o da yalan deyirlər, yoxdur. Bunu da yalan deyirlər, yoxdur. Onu da yalan deyirlər. Din oldu heç nə də. Yəni dindən də heç nə qalmadı. Dindən heç nə qalmadı. İnsanların xoşuna gəlsin deyə nə ehtiyac var ki buna? Dinin bir həqiqəti var. Olanı danışacaqsın.